Bir neçə vətəndaşın intim görüntülərini və rüsvay edici məlumatlarını yayma hədəsi ilə onlardan ümumilikdə 600 min manatdan çox pul tələb etməkdə təqsirləndirilən dəstə üzvləri Təbriz Yusifzadə, Sənan Vəliyev, Toğrul Əlizadə və Püstə Məmmədovanın ad soyad şərtidir cinayət üzrə məhkəmə prosesi başlayıb. Bakı Azərbaycan Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, Təbriz Yusifzadə 2025-ci il avqustun sonunda tanışı Püstə Məmmədova və habelə qohumu Sənan Vəliyevlə görüşüb. Görüşdə onlar Püstənin əvvəllər intim münasibətdə olduğu Elmar Söyünovun ad soyad şərtidir yataq görüntüləri ilə bağlı gizli çəkiliş aparmaqla ondan pul ələ keçirmə planı qurublar. Daha sonra Təbriz Yusifzadə Elmar Söyünovun güdülməsi, yaşayış iş yeri və digər məlumatları toplayıb foto və videoları ona, eləcə də dəstə üzvlərinə tez çatdırmaq üçün Toğrul Əlizadəyə hər dəfə yol xərci kimi 20-50 manat verəcəyini təklif edib. O da bu təklifi qəbul edib. Hazırlanmış plana uyğun olaraq 2025-ci ilin avqust ayının sonlarında qrup üzvü Püstə Məmmədova Elmar Söyünovu telefon əlaqəsi vasitəsilə intim görüşə dəvət edib. Püstə bu görüşün yeri və vaxtı barədə Təbriz Yusifzadəyə, Təbriz isə qrupun digər üzvü Sənan Vəliyevə məlumat verib. Onlar bunun üçün TikTokdan satış aparılan kiçik ölçülü kameranı 110 manata əldə ediblər. Təbriz Püstə ilə birlikdə onun kirayədə yaşadığı evə, yəni intim görüşü nəzərdə tutulduğu mənzilə gəliblər və həmin kameranı da qonaq otağına yerləşdirib gizlədərək işlək vəziyyətə gətiriblər. Həmin gün günorta saatlarında Püstə Elmarı həmin evə gətirir və ona çılpaq vəziyyətdə gizli kamera olan otağa salaraq istəyinə nail olur. Çəkilişdən xəbərsiz olan zərər çəkmiş şəxs Elmar Söyünov hadisə yerini tərk edib, istifadəsində olan Toyota Land Cruiser markalı avtomobilə əyləşib hərəkətə başladıqdan sonra plana uyğun olaraq Təbriz Yusifzadənin tapşırığı əsasında Toğrul Əlizadə onu güdməyə başlayır. Təbriz Yusifzadə Toğrul Əlizadənin vermiş olduğu məlumat əsasında Elmarın yaşadığı ünvan barədə məlumat əldə etdikdən sonra özü də həmin yerə gedərək müşahidənin doğruluğunu yoxlayır. Cinayətkar niyyətlərini davam etdirərək Püstə Məmmədova plana əsasən Elmar Söyünovu növbət dəfə başqa bir evə intim görüşə dəvət edib. Təbriz və Püstə bu dəfə telefonun mebelin içinə gizlədib fakt üçün hazır vəziyyətə gətirib. Püstə Elmarı yataq otağına yatağa salaraq seksual hərəkətlər edib və bütün bunları da kamera qeydə alıb. Bundan sonra Təbriz Yusifzadə və Sənan Vəliyev aralarında məsləhətləşmələr aparıb, Elmardan tələb olunacaq pulun məbləğinin müəyyən edilməsi üçün onun iş yerinin mütləq öyrənilməsi barədə razılaşıblar. Artıq bundan sonra onlar Elmara zəng ediblər, lakin Elmar sərxoş olduğu üçün onlar da kobud davranaraq zəngi sonlandırıb. İstintaqla müəyyən edilib ki, bundan başqa Təbriz Yusifzadə 2025-ci ilin avqust ayının sonlarında tanışı Püstə Məmmədova və Sənan Vəliyevlə aralarında danışıb, Püstənin əvvəllər intim münasibətdə olduğu imkanlı hesab etdiyi başqa bir tanışı Aslan Şirnova ad soyad şərtidir plan qurublar. Bu görüşdə Aslanı da Püstə vasitəsilə evə dəvət edərək intim görüntülərini gizli kameraya çəkməyi və